Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve la'natullahi ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Bir daha xanım Zəhra salamullah aleyhanın şəhadəti münasibətilə hamınıza başsağlığı verirəm. Allah bizi xanıma layiq olan şiyələrdən, əzadarlardan qərar versin. Peyğəmbərimiz buyurur: "Thalasetun axafuhunna ala ümmeti." Mən ümmətim üçün xüsusilə 3 şeyə görə qorxuram. Peyğəmbərimizi narahat edən əsas məsələlərdən biri "Əd-dalalətu ba'dəl-ma'rifə." Hidayətdən sonra insanların azğınlığa düşməsidir. Bu birinci məsələdir. İkincisi və mudillatul fitən. Peyğəmbərdən sonra baş verəcək fitnələrdir. Fitnələr nəticəsində insanların azğınlığa düşməsidir. Üçüncüsü və şəhvətul batni vəl farc. Şəhvətdir, tamakarlıqdır, qaraqulluqdur, iffətsizlik, əxlaqsızlıqdır. Bu 3 məsələ çox önəmli məsələdir. Çoxları çalışıb belə dini təqdim etsinlər ki, güya Peyğəmbərdən sonra baş verən bütün proseslər elə İslama uyğun Peyğəmbərin qoyduğu yola müvafiq olmuşdur. Belə təqdim edilmək istəyiblər. Bugün də elə təqdim edirlər. Amma biz Quran-ı Kərimə baxanda, Peyğəmbərin mötəbər səhih hədislərinə nəzər salanda görürük ki, həm Quran-ı Kərimdə, həm də Peyğəmbərin mötəbər hədislərində Peyğəmbərdən sonra baş verəcək hadisələrdən xəbər verilir və baş verən hadisələr İslama, Peyğəmbərə, onun qoyduğu yola müvafiq, uyğun olmayacağı xəbərlər mövcuddur. Hətta Müslimdə, Səhih Müslimdə Əhl-Sünnə qardaşlarımızın mötəbər olan hədis mənbələrində keçir ki, Peyğəmbər deyir, məndən sonra elə insanlar xilafətə gələcək ki, onlar surətcə insandırlar, amma qəlbcə şeytandırlar. Bu Müslimdə, Səhih Müslimdə keçir. La yestənnunə bi sünnəti. Onlar mənim sünnəmlə getməyəcəklər, yolumla getməyəcəklər. Bu kəlamında da Peyğəmbər buyurur ki, mənim ən çox qorxduğum məsələlərdən biri budur ki, insanlar hidayət olandan sonra azacaqlar. Quranda da buyurur: "Ya eyyuhellezine amenu men yertadde minkum an dinihi fesevfe ya'tillahu biqavmin yuhibbuhum ve yuhibbuna." Ey möminlər, hər kəs dindən dönərsə, hər kəs mürtədd olarsa, bilsin ki, Allah elə bir qavm gətirəcək, elə bir xalq gətirəcək ki, yuhibbuhum ve yuhibbuna. Allah onları sevir, onlar da Allahı sevirlər. Əgər belə bir təhlükə yox idisə, belə bir ehtimallar mövcud deyildisə, niyə Allah deyir ki, ey möminlər, əgər siz dindən dönsəniz, Allah elə bir qövm gətirəcək ki, onlar Allahı sevərlər, Allah da onları sevər. Əzillətin aləl müminin, əizzətin aləl kafirin. Onlar möminlərlə münasibətdə çox təvazükar olarlar, mehriban olarlar. Amma kafirlərlə, Allah düşmənləri ilə münasibətdə daha sərt və sarsılmaz olarlar. Yücahidunə fi səbilillah. Onlar Allah yolunda mübarizə aparacaqlar. Və la yaxafunə ləvmətə laim. Heç bir danlaq vurandan, heç bir ləkə və qara piyardan qorxmazlar. Niyə Allah Teala buyurur bunu?
Və in tətəvəlləv yəstəbdil qavmə qeyrəkum thumma la yəkunu əmsələkum. Peyğəmbərimizin adına olan surənin sonuncu ayəsində Allah təala buyurur: əgər dindən dönsəniz, Allah elə bir qövm gətirəcək ki, sizin kimi olmazlar onlar. Cümə surəsində də Allah təala buna toxunur. Peyğəmbəri narahat edən əsas məsələ Peyğəmbərdən sonra baş verəcək hadisələr idi. Cərəyan edəcək hadisələr idi. Ona görə də Həzrət Əliyə də vəsiyyətində deyir, xanım Zəhraya da ki, ondan sonra Peyğəmbərdən sonra baş verəcək hadisələrdə belə bir müsibətlər qarşıya gələcəkdir. Bu hədisdə də Peyğəmbər buyurur, mən ondan narahatam ki, məndən sonra hətta hidayət olunmuş bəzi insanlar yollarını azacaqlar. Bəziləri Peyğəmbərin öz dönəmində oldu. Məsələn, Əbu Ubeydullah ibn Cəhəş Peyğəmbərin əmsinin, bibisinin yeznəsi idi. Bibisinin yeznəsi idi. Bu Həbəşəyə hicrət eylədi. Orada dinini dəyişdi. Həyat yoldaşı Ümmü Həbibə müsəlman qaldı. O isə dinini dəyişdi və o dinlə də dünyasını dəyişdi. Bu hələ Peyğəmbərin öz dövründə idi. Buxaridə və Səhih Müslimdə müxtəlif hədislər keçir. Hədislərdə deyilir ki, Peyğəmbərimiz deyir, qiyamət günündə sahabələrimi cəhənnəmə aparacaqlar. Deyəcəm, Rabbi, o sayhabi. Rabbim, bunlar mənim sahabələrimdir. Bəzi hədislərdə ki, əshabi, bunlar mənim sahabələrimdir. Bunları niyə aparırsınız cəhənnəmə? Nida gələcək, la tədri, ma əhdəsu ba'dak. Sən bilmirsən, səndən sonra bunlar hansı yenilikləri gətiriblər? Bu sözü kim deyir? Sözü Peyğəmbər deyir. Özdə 1, 2, 3 hədisdə yox. Buxarinin, Müslümün nəql etdiyi bir çox hədislərdə bu ibarə keçir. Bunu Peyğəmbər deyir. Peyğəmbər bilir ki, müəyyən insanlar Peyğəmbərdən sonra azacaqlar. Və bunu da deyir, sahabələr oturub, deyir ki, sizin içərinizdən elələri var ki, onları cəhənnəmə aparanda, mən deyəcəm, Rəbbim, bunlar mənim sahabələrimdir. Bunlar mənimlə döyüşdə birgə olublar. Namaz qılıblar arxamda, həccə getmişik, zəkat vermişik. Deyir, nida gələcək, la tədri, ma əhdəsu ba'dak. Bu ibarə çox dəqiq bir ibarədir. Allah deyə bilərdi ki, sən bilmirsən bunlar səndən sonra nələr eləyiblər. Allahın Rasulü nə deyir? Deyir, Allah mənə deyəcək, sən bilmirsən bunlar səndən sonra hansı yenilikləri gətiriblər. Desəydi, la tədrim ma əf'alu ma fa'alu ba'dak. Sən bilmirsən səndən sonra bunlar nələr eləyiblər. Bu ifadə yüngül bir ifadə idi. Nələr eləyiblər, yəni günah eləyiblər. Şərab içiblər, oğruq eləyiblər, adam öldürüblər. Elə desəydi, bu mənanı verərdi. Amma Peyğəmbərimiz buyurur, Allah mənə deyəcək, sən bilmirsən hansı bunlar yenilikləri, bidətləri gətiriblər. Ma əhdəsu ba'dak, yəni bidətlər gətiriblər. Ma əf'alu ba'dak, ma fa'alu ba'dak desəydim, nələr eləyiblər? Mənası günahlar eləyiblər. Şərab içmirdilər, şərabı başladılar. Oğruq etmirdilər, oğruq etdilər. Peyğəmbərim, sən bilmirsən bunlar hansı yenilikləri gətiriblər. Bu dəhşətlidir. Bir var, insan Peyğəmbərdən sonra dindən çıxır, namaz qılmır, oruç tutmur,
Bir də var, yox, Peyğəmbərdən sonra namazı dəyişir, orucu dəyişir, həcci dəyişir, hədisləri dəyişir, Peyğəmbərin sünnəsinə yenilik gətirir. Bu dəhşətdir. Bu faciədir. Quran da buna işarə edir. Mən o günləri ayəni oxudum. Dedi, sizdən öncə gələn insanlar olub, ümmətlər olub, onlar dinin özünü dəyişiblər. Ayədə, Şura surasının 13-14-cü ayələrində Allah Teala bunu deyir. Və innellezine urisul kitabe min ba'dihim la fi şekkin minhu murib. Onlar elə iş görüblər ki, kitab əhlinin o sonraki davamçıları, onlar kitabın özündə şəkkə düşüblər. Çünki təhriflər eləyiblər, yeniliklər gətiriblər. Sonra bizə də deyir ki, وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ. Bu ayədə deyir bəyyinat. Ayələri, möcüzələri görə azan insanlar kimi, təfriqə salan dəstələr kimi olmayın. Bizə həmişə bu sual olunur, bizdən bu sualı eləyirlər və hər bir insan da bu sualı özünə verməlidir. Həzrəti Əlinin hədəfi nə idi? Xanım Zəhranın hədəfi nə idi? Ayətullah Cavadu Amili, Allah ömrünə bərəkət versin, deyirdi ki, Həzrəti Əlinin gözü qabağında nələr etmədilər? Xanım Zəhranı da şəhid etdilər. Həzrəti Əli dinin müdafiəsində qaldı. Xanım Zəhranı da verdi. Özünün məzlumiyyətinə də razı oldu. Amma icazə vermədi ki, daxildə elə bir qarşı durma yaransın ki, Rumluların İslam dünyasına, Peyğəmbərin yenicə qurduğu o dini məhv etməyə hücum etsinlər. Şərait yaransın onların hücumlarına. Çünki daxildən qarşı durma olsaydı, onlar hazır idilər, hücum etsinlər. Peyğəmbər ömrünün axırında qoşun hazırladı və Usamənin başçılığı ilə onların üstünə göndərdi. Nə dedi Peyğəmbər? Hər kəs o qoşundan getməsi Allah ona lənət eləsin. Bəziləri də getmədilər. Niyə göndərirdi qoşun? Çünki təhlükə var idi. Onlar məlumat almışdılar ki, Peyğəmbər xəstələnib, can üstündədir və təhlükə var idi. Hücum təhlükəsi var idi. Peyğəmbər dünyasını dəyişəndən sonra bu təhlükə qüvvədə idi. Ona görə Həzrət Əli, əgər qarşı durma yaransaydı, Həzrət Əli əleyhissalam öz haqqını, İslamın haqqını, Əhl-i Beytin haqqını almağa qalxsaydı, onlar daha rahat hücum eləyəcəklər. İslamı aradan aparacaqlar, kökündən qazıb atacaqlar. Ona əleyhissalam məzlumcasına səbr etdi. Özü deyir, fəsəbərtu və fil-ayni qazan və fil-halqı şəcə ara turatı nəhbən. Səbr etdim, gözümdə tikan qalıb, boğazımda da sümük. Ayətullah Cavadu Amili deyir, niyə Həzrəti Əli əleyhissalam Xanım Zəhranın şəhadətini də gördük, qılıncı əlinə götürmədi. Amma deyir, Qur'anın bir vavını dəyişmək istəyirdilər, bir hərfini dəyişmək istəyirdilər. Aha dedi, qılıncı götürəcəm mənimə. Niyə? Deyir, səbəb nə idi? Deyir, Əlinin səbrində, Həzrət Əlinin səbr etməsində bir hədəf var idi. Hədəf İslamı qorumaq idi. Əgər bugün Qur'anın özünü dəyişirlərsə, bir hərfini dəyişmək istəyirlərsə, demək hədəfə zərbə gəlir. Hədəf artıq aradan getməkdədir. Ona görə Əli əleyhissalam dedi ki, daha səbrin yerində olmayacaq. Mən buna görə səbr eləyirəm. İslam dəyişdirilməsin, İslam aradan getməsin. İndi ki siz İslamın
özəyinə, təməlinə, mənbəyinə hücum edirsiniz, onda məni öz qarşınızda görəcəksiniz. Əhl-i Beytin əsas vəzifəsi İslamın özünü qorumaqdır. İslamın özəyi də Qurandan ibarətdir. İmamlarımız qanını, canını verdi ki, Quran yaşasın. Quran dəyişdirilməsin. Quran aradan getməsin. İmam Zeynəl Abidindən soruşanda ki, kim qalib oldu? Ağa nə dedi cavabında? Dedi, azam veriləndə kimin adı çəkilir? Peyğəmbərin adı çəkilir. Qalib bizik deyir. Siz onu dəyişdirmək istəyirdiniz. Əbu Süfyan deyir bunu. Əbu Süfyan bunların əhl-i sünnənin öz mənbələrində gəlib, mən mənbərlərimdə ona işarə eləmişəm. Dedi ki, bu İslamı bir-birinə top kimi pas verin. Muaviyə də dedi ki, dedi, nə qədər bu ad azanda çəkilir, mən deyir, öz pis işimdən əl çəkmərəm, bu cinayətlərdən əl çəkmərəm. Biri ona təklif edir, deyir ki, əl çəkdi bu işlərindən. Dedi, yox, birincisi gəldi, deyir, adı qalmadı. İkincisi də gəldi, getdi, deyir, adı qalmadı. Deyir, Peyğəmbərin adı mənbərlərdə, minarələrdə çəkilir. Mən nə qədər onu dəyişdirməmişəm, mən bu işimdən əl çəkmərəm. İmam Zeynəl Abidin də deyir ki, indi bilmək istəyirsiniz kim qalib olub, orada kimin adı çəkilir? Bu bir işarədir. Yəni, Peyğəmbərin adı çəkilir, Quran dəyişdirilməyib, İslamın özəyi öz yerindədir, qalib bizik. Bizim vəzifəmiz budur. Bizim vəzifəmiz budur. İslamın özünü qoruyaq, onun əhli gələcəkdə gələcək. Ey möminlər deyir, mürtədd olsanız elə bir qövm gətirəcəyim ki, onlar İslamı qoruyacaq. Əsas İslamın görə özəyi qalsın. O təməli qalsın. Ona dəyişiklik gətirməsinlər. Xanım Zəhranın şəhadəti, Əhl-i Beytin şəhadəti, məzlumiyyəti ona görə idi ki, İslamın özü yaşasın. Aradan getməsin. Amma müəyyən insanlar var idi, onlar Quranı dəyişdirmək istəyirdilər. Təəssüflər olsun, sünnədə Peyğəmbərin hədisləri içinə o qədər saxta hədislər daxil ediblər. Əhl-i Beytlə bağlı Peyğəmbərimiz nə buyurubsa, onun müqabilində bir saxta hədis uydurublar. Ki, insanları azdırsınlar, başqa istiqamətə yönəltsinlər. Necə Allah müqabilində büt hazırlayıblar, Allahı inkar etmək mümkün deyil. Mən bunu dəfələrlə demişəm. Alimlərimiz, Quran-ı Kərim deyir, Allah insanın içindədir. Bütün niyə görə bugünkü, məsələn, hətta onu başa düşən, onun mənasız bir şey olduğunu anlayan böyüklər onun qarşısını almırlar. Məsələn, Kitayda niyə bütpərəstliyin qarşısını almırlar? Niyə Hindistanda bütpərəstliyin qarşısını almırlar? Anlamırlar ki, bunun nə əş nədir? Yox, insan Allah'ı axtarır. O Kitaylı da Allah'ı axtarır. O Hindli də, Hindistanlı da Allah'ı axtarır. Desələr pütdür, bu daşdır, bu kəsəkdir, bu boş şeydir. Onlar Allah'ı axtaracaqlar. Onları ondan aldadıblar. Xüsusilə İngilislər o Hindistanda o insanları o günə qoyublar, bütpərəstliyiblər. Allah müqabilində büt yaradıblar. Peyğəmbərlər müqabilində peyğəmbərlik iddiasında olanları çıxardıblar. İmamlar müqabilində də uydurma rəhbərlər, xəlifələr uydurublar. Xanım Zəhra müqabilində də digərlərini belə təbliğ eləyirlər. Ki, Xanım Zəhra nümunə kimi insanlar, müsəlmanlar tərəfindən qəbul olunmasın. Bu təhrifləri eləyiblər. Müəyyən qədər də insanları aldadıblar. Amma Əhl-i Beytin özünü dəyişə bilməyiblər. Qur'anın özünü dəyişə bilməyiblər.
Ona görə bizim üçün nümunədir. Gələcək nəsil üçün nümunədir. Xanım Zəhranın şəhadəti, Əhl-i Beytin şəhadətinin əsas fəlsəfəsi İslamın özünü qorumaqdır. Özünü qorumaq. Peyğəmbər narahat idi. Bir peyğəmbər kimi, Allahın elçisi kimi narahat da olmalıdır insanların ondan sonra azacağından. Bilirdi ki, müəyyən insanlar qabağa düşəcək, insanların bir qismini azdıracaqlar. Bugün dünyada nə baş verirsə, müsəlmanlar İslam'a qarşı Qəzzədən tutmuş Sudana qədər, bütün bu faciələrin əsas səbəbkarları Peyğəmbərdən sonra o səhv yolu qoyanlardır. Onların üzərindədir bu məsuliyyət. Çünki Əhl-i Beytin ardıca insanlar geçsəydi, bugün müsəlmanların hamısı Əhl-i Beytin tərəfdarı olardı. Heç kim onlara gözün üstündə qaşın var deyə bilməzdi. Niyə biz bugünü qeyd edirik? Niyə xanım Zəhranın şəhadətini qeyd edirik? Ona görə ki, biz əsl dinin qoruyucularını tanıyaq, digərlərinə tanıtdıraq və onları özümüz üçün nümunə bilək. Onlar bizim üçün nümunədir. Biz də dini qorumalıyıq, dəyərləri qorumalıyıq. Bugün dünya çox sürətlə dəyərlərə qarşı mübarizə aparır. Artıq dəyərlər dəyişdirilir. Bir var, insan səhvən gedir, bir günah eləyir, məsələn, əxlaqsızlıq eləyir. Deyirsən ki, qardaş, sən günah elədin, ha? O da deyir ki, səhv elədim. Ya deyir, əcəb elədim. Ha? Özüm bilərəm. Bir də var, yox, bugün o əxlaqsızlığı dəyər kimi təqdim eləyirlər. Deyir, bu dəyərdir. Bu ayrı şeydir. Fikrimi çatdıra bilirəm sizə, yox. Bugün zinanı dəyər kimi təqdim eləyirlər. Eyni cinslərin evlənməsini hüquq kimi təqdim eləyirlər. Hüquq. Yəni bunun hüququdur. Bu faciədir. Artıq dəyərlərin özünü dəyişirlər. Özdə sürətlə bu prosesi aparırlar. Dövlətlər qarşısında şərt qoyurlar. Onları buna məcbur eləyirlər. Deyirlər, bu öhdəliyi götürün. O cür insanlara dövlət işlərində, rəsmi işlərdə vəzifə verin. Onları qəbul edin. Belə bir dönəmdə sən Quran əhlisən, müsəlmansan, Allah sənə bu lütfi eləyib ki, Quranı, Əhl-i Beyti başa salıb. Sənin mənim vəzifəm vardır. İslamın böyük vəzifəsi vardır. Çox böyük vəzifəsi vardır. Müsəlmanların üzərinə böyük məsuliyyət düşür. Sənin üçün xanım Zəhra, Həzrət Əli nümunə olmalıdır. Allah vədə verib ki, onun kitabı qalib olacaqdır. Onun elçiləri qələbə çalacaqdır. Bizim də o qələbədə rolumuz olmalıdır. Peyğəmbər bir peyğəmbər kimi narahat idi. Ondan sonra müəyyən insanlar azacaqlar. Digərlərini azdıracaqlar. Mən sizə çoxlu nümunələr göstərə bilərəm. Vaxtımız azdır. Biraz da gec gəldik. Bunun üstündən keçirəm. İkinci budur. Mudallatul fitən. Fitnələr düşəcəkdir. İxtilaflar, ixtilaf ən böyük fitnədir. Təbii olaraq, əgər bir insan Allahın xəlifəsini evdə məzlum eləyərsə, ixtilaf düşəcək cəmiyyətdə. Biz keçən xütbələrdə dedik, Quran deyir, Əhl-i Beyt deyir ki, Əhl-i Beyt cəmiyyətdə ixtilafı aradan aparır. Cəmiyyətin, müsəlmanların vəhdətini təmin eləyən Əhl-i Beytin özüdür. Bunu xanım Zəhra deyir, Peyğəmbərimiz deyir. Peyğəmbərimiz nə dedi? Quran Əhl-i Beytdən yapışsanız, azmazsınız. İxtilafa düşməzsiniz. Necə deyir? Ulduzlar insanlara yol göstərir. Ay insanlara yol göstərir. İnsanların
o zülmətdən xilas eləyir. Əhl-i beytim də əmanun minəl-ixtilaf. Əhl-i beyt də ixtilafdan sizi qoruyur. Vəhdət mənbəyidir. Peyğəmbərdən sonra Allahın xəlifəsini məzlum etdilər. Təbii olaraq cəmiyyətdə ixtilaflar başladı, fitnələr başladı. Müsəlmanlar parçalandılar. Biri mənə deyirdi ki, namazı belə yox, belə niyə qılmırsınız? İndi siz də çox eşidirsiniz də. Deyirəm, biz heç yoxuq. Biz heç yoxuq. Fərz eləyin, yoxuq. Siz 4 cür namaz qılırsınız. Biri belə əlin qoyur, biri aşağı qoyur, malikilər, digəri ayrıcı qoyur. Neçə cür dəstəmaz alırsınız? Nədir bunlar? Lap biz yoxuq da, fərz eləyin, yoxuq. Bəs sizin budur təqdim etdiyiniz deyin. Nə qədər cərəyanlar yaradıbsınız? Bu fitnələr hardan başladı? O gündən ki, Əhl-i Beyti məzlum etdilər və Əhl-i Beytin marifini insanlardan gizlətdilər. Üçüncüsü də və şəhvətul batn vəl farc. İnsan ki, dindən uzaqlaşdı, Allahın bəndəliyindən uzaqlaşdı, artıq qarnının bəndəsi olacaq, şəhvətinin qulu olacaqdır. İnsan ki, Allahdan uzaqlaşdı, o pulun, paranın, vəzifənin köləsinə çevriləcək. Mənəviyyat insanı qoymur, insana yol göstərir, insana onun dəyərini aşılayır. Amma Əhl-i Beytdən uzaqlaşdın, ixtilaf düşəcək. İxtilaf düşdü, insanlar dindən, mədəniyyətdən, mənəviyyatdan uzaqlaşacaq. Mənəviyyatdan uzaqlaşdı, Allahdan uzaqlaşdı. Olacaq dünyanın qulu. Mən bir hədisi Peyğəmbərdən nəql edim sizə, oxuyum, görün nə deyir Peyğəmbərimiz? Salavat çəkilin Peyğəmbər və Ali Peyğəmbər. Nəticəsi bu olacaq. Yəti alən-nasi zamanun. Elə bir zaman gələcək ki, butunuhum alihatuhum. Müsəlmanların qarınları onların Allahı olacaq. Və nisauhum qiblətuhum. Qiblələri də qadınları olacaq. Və dənaniruhum dinuhum. Dinləri dinarlar olacaq, qızıl pullar olacaq. Pul, əsas puldur. Adamın dininə toxunanda narahat olarsan, onun puluna toxunsan, o narahat olar. Mənə biri deyirdi, mən sonra qardaşlara deyirəm, çıxartsınlar, bəzi şeyləri kamera qarşısında demək olmur. Deyir, dostlardan biri vardı, müəyyən yerdə işləyirdi, deyir, bir dəfə Bakıda, şəhərlərdən birində, adını çəkmirəm, məscidin üstünə yazmışlar ingilisində Allah yoxdur. Mən deyir, çox narahat oldum. Oranın axundunu çağırdım, buna dedim ki, sən bir şikayət elə, mən araşdıraram. Dedi, yox, lazım deyil. Mən də açıq buna deyə bilmirəm. Dolayısı deyirəm, oradan, buradan ki, bir şikayət elə də, burada yazıb ingilisində Allah yoxdur. Allahın evinin üstündə. Deyir, nə qədər buna yalvardım, yaxardım. Hansı dillərlə bundan danışmadım, xeyr olmadı. Üstündən bir ay keçmədi, deyir, nəzir qutusuna uğramışdılar, gördüm, gəlib, deyir, o otağa girir, çıxır, bu otağa girir, çıxır, o otağa gəldi mənim otağıma. Dedim, mənim ağa, sən bir ay bundan qabaq bu otağa gəldin, mən sənə dedim ki, Allahı inkar eləyiblər. Sən bir şikayət elə, biz tapaq o kimdir? Hə, bunu boyun qoymadı. Nə olub, indi bir nəzir qutusunu uğrayıblar, o otaqdan bu otağa, bu otaqdan o otağa. Adamın dini olar, dinar, pul, qızıl, gümüş. İstəyirsən bir insanı yoxlayasan, gör, o nədən narahat olur? Nəyinə toxunsan narahat olur? Bu qədər Azərbaycanda dinə zərbə vurdular, İslamı əzdilər, bəziləri narahat olmadı. Amma gəl indi onların bir maddiyyatına toxun, gör günən nə eləyir? Necə narahat olur? Allah onlara da yaratmasın. Bəs sən bu qədər dini və əzillər, niyə narahat olmursan? Sənin maddiyyatına toxunurlar, ya təhlükə hiss eləyirsən,
artıq müdafiəyə keçirsən. Deməli, sənin elə dinin nədir? Elə dünyadır. Peyğəmbər dedi, o insanların dini, onların dinarları olar. Və şərəfuhum mətauhum. Onların şərəfi də, onların sərvəti olar. Yəni, o sərvəti olmasa, onun cəmiyyətdə şərəfi yoxdur, hörməti yoxdur. Bir kasıbın cəmiyyətdə hörməti olar. Kasıb var, heç nə yoxdur. Amma cəmiyyətdə hörməti var. Onun şərəfi var. Çünki onun şərəfi puldan qaynaqlanmır. Paradan deyil, evinə görə deyil, eşiyinə görə deyil, vəzifəsinə görə deyil. Adam var, vəzifədə də hörməti var. Vəzifədən çıxarsınlar, atsınlar qırağa. Onun hörməti olmayacaq. Pulu var, hörməti var. Biz gərək elə olaq ki, pulumuza görə bizə hörmət etməsinlər. Vəzifəmizə görə bizə hörmət etməsinlər. Adımıza görə bizə hörmət etməsinlər. Bizim insaniyyətimizə görə, şəxsiyyətimizə görə, imanımıza görə bizə hörmət etsinlər. Peyğəmbər deyir, elə insanlar olacaq ki, onların şərəfi, onların pulları olacaq. Pulu olmasa heç kim ona hörmət etməz. Çünki şərəfi yoxdur cəmiyyətdə. La yabqa minəl iman illəsmuh. İmanın təkcə adı qalar o dövrdə. Və la minəl islam illə rəsmuh. İslamdan təkcə adət qalar. Bəziləri üçün İslam adətdir. Necə Novruz bayramında o adətləri yerinə yetirir. Adətlər dedi, indi məsələn, bilirsiniz Novruz bayramının adətlərini. İndi səhər durdu, yadından çıxdı Novruz bayramının adətlərini yerinə yetirmədi. Özünə günah bilər, olmadı da, olmadı da. Bu da dinə ilə adət kimi baxır. Allahın hökmlərinə adət kimi baxır. O doğulub bu müsəlman ölkəsində görür ki, məsələn, insanlar namaz qılırlar, oruç tuturlar, bəhərəmliyə gedirlər, həccə gedir. Bu da onlara adət kimi baxır. Oldu, olmadı, olmadı. Və la minəl Qur'an illə dərsəh. Qur'andan təkcə təfsiri qalar, qiraəti qalar, dərsi qalar. Qardaş, bunlar hamısı müqəddimədir. Qur'an nə deyir? Allah nə istəyir? Və kəlimatullah yəl-ulya. Allah deyir, ən uca söz Allahın sözüdür. İndi bu dəqiqə dünyada Allahın sözünün uca olmasını ispat etmək üçün sən çalışırsan, Allahın sözünü uca tutursan, Allahın özünü uca tutursan ya yox. Sənin üçün ən böyük söz, ən mühüm söz Allahın sözü olmalıdır. Allah nə deyir? Allah kitabında nə buyurur? Din təbliğ olunur, dinin mənbəyi bəzən olur dastanlar, bəzən olur nağıl, bəzən olur yuxu. İndi biraz gedirsən dərinə görsən, yox, Peyğəmbərin kəlamıdır. Bu dindən danışır, Peyğəmbərin kəlamlarını deyir. Bu da yaxşıdır, amma bundan da mühüm budur ki, onun mənbəyini deyəsən. Qur'andır dinin mənbəyi. Bu Peyğəmbərin kəlamı, Əhl-i-Beytin kəlamı onun şərhidir. Sən bugün İslamı qəbul edirsən, o qəbul etdiyin əqidənin əsasları nədən ibarətdir? Öz qəbul etdiyin əqidə və əsaslarını göstərə bilərsən Qurandan, Peyğəmbərin kəlamlarından. Görə buna çalışırsan. Məsaciduhum ma'mura minəl bəna və qulubuhum xarabun aləl huda. Məscidlərinə baxarsan, çox gözəl. İmarətdir. Amma içində insanlar elə o məscidə gələndə dünya yadına düşür. Nə gözəl tikiblər, mən də özüm üçün belə bir ev tikəydim. O da söhbətlər ayrı söhbətlərdir. Allah nə deyir Quranda? Deyir ki, düşmən də hər məscidi sökməz. Və mən Allah mimmən mənə məsacidəllahin yuskərə fiyasmı və sa'a fi xarabiya. O zalım hansı məscidi xarab eləyər? Allah Teala deyir ki, وَلَوْلَا دَفْءُ اللّٰهِ النَّاسَ بَعْضُهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعُ وَمَسَاجِدٌ وَصَلَوَاتٌ وَمَسَاجِدٌ يُذْكَرُ فِيهَا اسْمُ اللّٰهِ كَثِيرًا.
o məscidləri aradan apararlar ki, orada həqiqətən də Allahın adı çəkilir. Həqiqətən də Allahın sözü uca tutulur. Onların o məscidlərlə düşmənçiliyi var. Yoxsa o məscid ki, insanları yuxuya verir, o məscidlə nə işi var onun? Və məsacidun yuzkaru fiyyə ismullahi kəsira. O məscidlər ki, Allahın adı orada çox çəkilir, yəni Allahın sözləri deyilir. Allahın sözlərinin icrasına insanlar çağırılır. Orada deyir, hə, orada qoymazlar. Onları dağıtmaq istəyəcəklər. Onda svələulə dəf'ullahinnaz. Sizdən gərək onun müdafiəçiləri olsun. Gərək dini qoruyasınız. Orada düşmən baş qaldıracaq. Əhl-i Beytlə düşmənçiliyin əsas səbəbi budur ki, Əhl-i Beyt Allahın sözünü uca tutmaq istəyir. Onlar onun üçün göndərilib. Ona görə də görürsünüz, şəhid edilirlər. İmam Əlini niyə şəhid etsinlər? İmam Hüseyni, İmam Həsəni niyə şəhid etsinlər? 11 imamımızı şəhid ediblər, xanım Zəhranı şəhid ediblər. Çünki onlar Allahın sözünü olduğu kimi çatdırırdılar, insanları oyadırdılar. Ona görə də düşmən deyir, insanlar oyanmasın. Bugün də elədir. Deyirəm sizə, o boyda 1 milyard, 300 milyon, 400 milyon insan var Kitayda, Çində, Hindistanda. İnsanların bir qismi bütpərəstdir, özdə hər nəyə ibadət edirlər. Deyir, heyvan qalmayıb o da ibadət eləməsinlər. Bunu görmürlər. Deyirlər, qoy yatsınlar. Mən oxumuşam, daha vaxt deyil. İngilislər xüsusilə bu məsələdə rol oynayıblar. Xanım Zəhra salamullah aleyhanın şəhadəti, Əhl-i Beytin şəhadətinin fəlsəfəsi insanları oyatmaq olub. İnsanlar oyansınlar, özlərini tanısınlar. İnsan özünü tanısa, mən ərəfə nəfsə, fəqət ərəfə Rabbə. Allahın tanıyır. Yoxsa insan oldu pulpərəst, məqampərəst, vəzifəpərəst, əlbəttə özünü tanımaz. O nəfsi ilə gedir. Nəfs ayrı şeydir. Nəfs ayrı şeydir. Fitrət ayrı şeydir. Bir ömür bəzi insanlar yaşayır, özünü tanımır. Öz fitrətini tanımır. Bilmir nə istəyir. Bilmir kimdir. Nəfsinin qulu olub, elə də yaşayıb. Axırda ayılır ki, mən öz sözümü heç vaxt demədim. Mən özümü tanımadım. Mənim fitrətim ayrı bir şeydir. Bir misal deyim, keçək. Söhbətimi ilk onu vurum. Kinoya baxır, görür ki, biri zalimdir, bir məzlumdur. Özü də zalimdir həyatda bu adam, bu baxan. Məsələn, ürəyi oradadır ki, bu zalim məğlub olsun, bu məzlum udsun. Kino mənası olmaz ki, bütün dünyada o kino çəkənlər, Hollywoodda o kinonu, o senarisini yazanlar, onu həyata keçirənlər, hamı insanları tanıyır. Bilir ki, bütün insanlar zalimdan xoşu gəlmir. Zalıma nifrət edir. O da o cür çəkir kinonu. Axırda da o nə olur? Məğlub olur. Niyə? Çünki insanlar bunu istəyir. Hətta həyatında zalim olan insan da kinoya baxır, gözlür ki, nə vaxt məzlum qalib olacaq. Niyə? O sən həyatda zalimsan. Çünki nəfsi ilə yaşayır bu. Bunun fitrəti ayrı şeydir. Bunun insanlığı ayrı şeydir. Bu özünü tanımayıb. Bu özünü tanımayıb ki, qardaş, mən ayrı bir insanam. Bir ömür yaşayır, axırda ölüm ayağında başa düşəcək ki, mən ayrı insan olmuşam. Mən özümü tanımadım. Özümlə tanış olmadım. Mən ayrı insanam. Mən ayrı şey istəyirəm. Əhl-i Beyt bizi özümüzə tanıtdırır. Xanım Zəhra bizi özümüzə qaytarır. Quran bizi özümüzlə tanış eləyir. Allah inşallah bizi özünü tanıyan, Allahını tanıyan bəndələrdən, müsəlmanlardan qərar versin. Allahım sənə and verirəm izzəti və cəlal və Əhl-i Beytin hörmətini, aqibətimizi, axirətimizi xeyirli elə ginən, imanımızı, ixlasımızı kamil elə ginən, ömrümüzdə xanım Zəhraya saxladığımız əzadarlığı, bu əzadarlığı sonuncu əzadarlığımız qərar vermə ginən. Allahım həbsdə olan ana bacılarımızı, qardaşlarımızı izzətlə azad eylə ginən. Allahım sənə and verirəm Əhl-i Beytin hörmətinə, məclisə gələn ana bacılarımızın, qardaşlarımızın hacətləri var, istəkləri vardır qəlblərdən. Sən agahsan, hacətlərini rəva ilə ginən. Xəstələrə, xüsusilə nəzərdə olan xəstələrə şəfa inayət eylə ginən. Övladı olmayanlara övlad bəxş eylə ginən. Evi olmayanlara ev əta eylə ginən. Allahım sənə and verəm izzəti və cəlal və Əhl-i Beytin hörmətinə. Dünya məzlumlarını Suriyada, İraqda, Livanda, İranda, Azərbaycanda, Sudanda, Qəzzədə, Fələstində,
zalimlar üzərində qalib eylə ginən. Allahım sənə and verirəm izzəti və Əhl-i Beytin hörmətinə, alimlərimizi, müştəhidlərimizi, xüsusilə rəhbərimizi pənahında hifz eylə ginən. Allahım sənə and verirəm izzəti və cəlal və Əhl-i Beytin hörmətinə, bu amin deyən dillərin hörmətinə, məzlum Fələstin xalqın hörmətinə, Sudan xalqın hörmətinə, bütün dünya məzlumlarının hörmətinə, Əhl-i Beytin hörmətinə, xanım Zəhranın hörmətinə, ağanın zuhurunu təzil eylə. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.